Şəki Yuxarı Baş Milli Tarix Memarlıq Qoruğu ərazisindəki tarixi yaşayış evlərinin böyük hissəsi vaxtilə şəhərin tanınmış ailələrinə məxsus olub. Bu mülklər arasında 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində tütün istehsalı və ticarəti ilə məşğul olmuş Dadanovlar ailəsinin mülki xüsusi yer tutur. Ailə Şəkinin tarixi hissəsində yaşayış evləri və ticarət obyektlərindən ibarət binalar inşa etdirib. Qoruq ərazisində 83 dövlət qeydiyyatına götürülmüş tarix memarlıq abidəsi mühafizə olunur. Onlardan 5-i məhz Dadanovların mülküdür və Dadanovlar adı altında mühafizə olunur. Həmin mülklər Şəkinin tarixi ərazisində karvansaralarla qala divarları arasındakı küçədə yerləşir. Evlərdən biri yolun sağında, 4-ü solunda yerləşir. Və əlbəttə ki, Şəkinin memarlığından bəhs edən bütün kitablarda, Şəkinin memarlığı ilə bağlı filmlərdə ilk öncə diqqəti çəkən məhz Dadanovların evləridir. Dadanovlar mülkünün ümumi sahəsi təxminən 6500 kvadrat metrdir. 20-ci əsrin əvvəllərində inşa edilən kompleksin memarı Rıza Qafarov hesab olunur. Mülkə daxil olan tikililər dövlət tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Dağ daşı və qırmızı kərpicdən tikilən bu evlər, bu inşaat materiallarının, yerli inşaat materiallarının verdiyi imkanlardan istifadə edərək ustalar sənət əsərləri yaratmışlar. Və Dadanovların evləri bu evlərin içərisində xüsusi çəkiyə malikdir. Və mən deyərdim ki, bu evlərin naxışları ilk dəfə elə Şəkidə bu evlər üçün məxsusi olaraq işlənmiş naxışlardır. Xalq memarlığının ən gözəl nümunəsidir. Bir də təkrar edirəm, yəni və Şəki memarlıq üslubunun xüsusi bir nümunəsidir. Hazırda bu binalardan biri təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Tarixi binaların qorunması həm mədəni irsi yaşatmaq, həm də turizmi inkişaf etdirmək baxımından vacib hesab olunur. Rasim İsmailov, Bəxtiyar Atayev, Maya Sabir qızı, İTV Xəbər, Şəki.